Vasif Əzimovu bir meyxana ifaçısı kimi görsəydim bu səhnədə, bu sənətdə, mən ona ifa etməzdim duet. Vasifin göstərmədiyi tərəfləri var. İstər muğam, istər xalq mahnısı, istər bəstəkar mahnıları, istər şair kimi, istər bir mahnı söz yazarı kimi. Neçənci illərdəsə həvəskar olaraq meyxana, mən belə görürəm. Yox, Vasif həvəskar meyxanaçı kimi gəlməyib. Çox üzr istəyirəm. Vasif həvəskar kimi gəlməyib və... Tarix, həvəskar demirəm. Adı bir qulaq as, həvəskar demirəm mən. Həvəsi olub o sənətə, o peşəyə, yəni ona müraciət edib, o janra müraciət edib. Amma Vasif Əzimovu mənim üçün, yəni haqqına girməyim, yəni üzr istəyirəm əgər səhvim varsa, Vasif Əzimov səsi, sənəti mənim üçün çox-çox böyük bir zirvədədir. Çünki göstərmədiyi tərəfləri var ki, mən bir neçə ayda onları görmüşəm. Müdaxilə eləmək istəyirəm. Nigar əslində bütün meyxanaçıları pisləməyib. Vasif Əzimov meyxana desin. Nigar demək istəyir ki, musiqili meyxana da oxuyanda, hətta musiqili mahnı onu bir sənət kimi, yəni axşam girib studiyaya yarım saatdan sonra bir mahnı yazıb da kütləyə təqdim eləmir. Nigarın meyxanaçılara hörməti var. Niyə bugün ölkəmizdə tanınmış meyxanaçılar var? Amma Nigar deyir ki, bir sənət də olmalıdır. Yəni oxuya bilmirsənsə, oxuma ginən. Yəni elə meyxanaçı var ki, doğrudan oxuya bilmir. Yox, mən ilk və son dəfə bu açıqlamanı verəcəm. Çünki sözü bir dəfə demişəm, yanlış düşünüblər, yanlış cavab veriblər qarşı tərəf olaraq. Mən meyxana janrına heç bir söz deməmişəm. Çünki meyxananı mən özüm sevirəm. Meyxana janrı mənim üçün bu günləri biraz gənclər onu cılızlaşdırsa da, amma yenə də o sambal var meyxanada. Yəni meyxana ifaçılarımız, sənətkarlarımız var ki, maşallah, bugün onların sözləri, onların dediyi meyxanalar dillər əzbəridir və mənim üçün meyxana janrı doğrudan da mənim hörmət bəslədiyim bir janrdır. Mən meyxanaçılara söz deməmişəm. Mən oxuya bilməyənlərdən söz gələndə mən demişəm ki, bu günləri səhnəni, bu günləri sənətdə sənəti cılız səviyyəyə gətirib çatdıran bəzi meyxana ifaçılarının ortaya gətirdikləri qız oxuyanlardır ki, siz olmaz ki, sənəti olmayanla deyil də, sənəti olan, abırı həyası üstündə olan, o savadlı, o qədər gözəl qız oxuyanlar var ki, xanım oxuyanlar, təhsilli. Bugün onların həqiqətən də reklama ehtiyacı var və onların bu haqqıdır. Çünki savad alıblar, çünki istedadları var, çünki abır həyaları var, bir ismətləri var. Olmaz ki, siz özünü reklam edənlə deyil də meyxana ifaçısı, abır həyası üstündə olan, sənəti özündə olanı efirə gətirib tanıdasınız.